Qardaşım, siz Mehdili iddia edirsiniz. Yox, mənim haqqım var. Mehdili iddia edirəm. Mən deyirəm ki, Azərbaycandan çıxacağını sübut edən faktlar var. Yox, mənim sizə sualım budur ki, siz özünüz hazırda özünüzün Mehdi olduğunu deyirsiniz, demirsiniz? Mənim özümün ora nə dəxli var? Mən deyirəm ki, Mehdi Azərbaycandan çıxacaq. Bax qardaşım, eşidirsiniz məni. Adınız nə idi? Kazım qardaş, düzdür? Bəli. Mən sizə sual verirəm. Siz hazırda özünüz Mehdili iddiasındasınız, yoxsa yox? Arkadaş, iddianın bura nə dəxli var? İddia olmaqla siz iddia edirsiniz ya yox? Bax, mən məsəl üçün Mehdili iddia eləmirəm. Mən deyirəm ona Allah Taala'nın göndərdiyi 300 əlamətin hamısı var məndə. Tamam. Tamam qardaş, məsələ aydındır. Yəni əslində siz özünüzün Mehdi olduğunu deyirsiniz. Məsələ budur. Arkadaş, siz nətər bir dənə adla Abdullahı illərlə reklam edirsiniz. Mən 300 əlamətimi danmalıyam. Bütün peyğəmbərlərə bənzərliyimi, möcüzəni, bütün kəramətini. Qardaş, biz adına